İsrail'in İran'la savaşına necə baxırsınız? Məsləhətinə şükür. Biz bayaq dedikmi ki, o kəslər ki, bu Qurana və ondan öncə gələn Tevrat, Zəbur, İncilə iman gətirir, məhz onlar Rəbbi tərəfindən göstərilmiş doğru yoldadırlar. Quran deyir, İsa'nın zühuru hökm günü üçün bir əlamətdir. Yəni bir əlamət var, zühur olacaq mənasındadır. Yəni bu sözləri, aydın sözləri bəşərə çatdıran biri gələcəkdir anlamına gəlir, əlamət. Başqa bir ayədə buyurulur ki, biz Məryəm oğlu İsa'nı müqəddəs ruhla qüvvətləndirdik. Müqəddəs ruh Allahdır. Deməli, o İsa getdi, talihini yaşadı, tarixini yaşadı, bitdi. Burada quru bir ad var. Müqəddəs ruhla qüvvətlənən İsa adı, sadəcə ad. Özü yoxdur. Özü həyatını yaşayıb, devranını yaşayıb, bitib. Vəssalam. Başqa bir surə deyir. Elə bir Yahudi, elə bir xaçpərəst yoxdur ki, ölümündən öncə canı təhvil verincəyə qədər can verilir axı, can ölmür, elə deyilmi? İsa'ya itayət etməmiş olsun. Lakin hökm günü İsa onların əleyhinə şəhadət verəcəkdir. Yəni, bu dinlərin hiçbirini qəbul etməyəcək. Çünki Allah yanında məqbul olan yeganə din İslamdır və kim İslamdan başqa din arxasınca gedərsə, o din ondan qəbul edilməz. Və o şəxs zərər çəkənlərdən olar. Qurani cümlələrdir. İndi İncil deyir, İsa deyir. Niyə İsa? Çünki müqəddəs ruhun adı İsa'dır. Sanmayın, mən yer üzərinə sülh gətirməyə gəldim. Mən yer üzərinə sülh deyil, qılınc gətirməyə gəldim. Mən atanı oğuldan, qardaşı qardaşdan, ananı baladan, qaynananı gəlindən və s. ilaxır ayırmağa gəldim. Hər kəsin düşməni özü vəhli olacaq və onları biri-birini ölmə təslim edəcək. Ölmə təslim etmək üçün qılınca, xəncər, bıçağa, top, tüfəngi ihtiyac yoxdur. Elə bir kəlmə sözlə insan insanı məhv edə bilir. Belə bir şey də var. Əgər bunlar yaşanmasa, peyğəmbərlərin bunların yaşanması gərəkdir deyilən bəs yazılar nə ilə öz təsdiqini tapar? Odur ki, sanki başınıza qəribə işlər gəlirmiş kimi sizləri sınağa çəkmək üçün bu odlu imtahanlara baxıb təəccüb etməyin və bu imtahanları şükürlə qəbul edin. Odlu imtahanlar, dünya yanır, alov içindədir. Son zamanlar siz müharibə gürültuları, xəbərləri də eşidəcəksiniz. Bu hələ son demək deyil. Millət millətə, devlət devlətə qarşı çıxacaq. Bunu edən kimdir? İsa adı. İsa kimdir? Müqəddəs ruhun adı. Müqəddəs ruh kimdir? Allah. İndi Quranın sinəsini seçək. Allah kimi doğru yoldan çıxardarsa, heç kim ona doğru yolu göstərə bilməz. İndi bu İran, İsrail, nətər buna doğru yolu göstərəsən ki, sən nə qayrısan? Bu cəmatı niyə yaşamını haram eləyibsən, bu qədər qanlar tökülür, bu qədər uçurumların altında insanlar ölür. Kimə başa salasın? Allah doğru yoldan çıxardıb bunları, ruh vasitəsilə. Öldürən, güldürən, ağladan, zahir, batin, hamısı odur. Əgər Allah deyir sizə bir pislik, yəni bax belə savaş, qarşı durma, partlatma, ilə səni məhv etmə istəsə,
veya sizə bir mərhəmət diləsə, Allahın sizin barənizdə görəcəyi bu işlərə kim mane ola bilər? Çünki Allah Quranda buyurulur, gördüyü işlər barədə sorğu-sual edilmir. Məsələn, mən Allahın işinə qarışa bilmərəm. Necə baxıram bu savaşa, məsləhətinə şükür deyirəm. Rəhim diləyirəm. Yer üzərində hər bir millətə, istəyir İsrail olsun, istəyir İran olsun və yaxud digər millət. Hər yerdə evlad var, ana, fəryadı var, ailələr dağılır, evlər uçur. Rəhim diləyirəm. Allah Teala deyir ki, məndən rəhim istəyirsiniz, yaratdıqlarıma rəhm edin. Dost olmaq istəyirsiniz, yaratdıqlarımla dost olun. Bu hikmətləri anlayan yox. Onu da Allah belə istəyib, məsləhətinə şükür. Budur cavab. Vəssalam. Məsləhətinə şükür.